Elon Musk və Azərbaycan sərvət müqayisəsi. Elon Musk saniyədə təxminən 6800 manat pul qazanır. Bu Azərbaycanda bir çoxunun xəyal elədiyi aylıq qazanc məbləğidir. Dəqiqədə isə bu məbləğ 400 min manat deməkdir. 400 min manat dəqiqədə. Azərbaycanın illik gəliri təxminən 78-80 milyard dollardır. Elon Musk'da isə bu rəqəm 700-750 milyard dollara bərabərdir. Yəni Elon Musk tək başına 10 dənə Azərbaycan eləyir. Elon yüksək qazanc sayəsində hər dəqiqədə bir dənə lüks villa, 10 dənə son model Toyota Camry avtomobili və 4000 adama 100 manatlıq bazarlıq eləyə bilər. Elon Musk bir dəqiqəlik qazancını metropolitana ayırsa, nə az nə çox 800 min sərnişinin ödənişini eləyə bilər. Cəmi bir dəqiqəlik qazancı ilə. Elon Musk əgər dönər həvəskarı olsaydı, Qarabağın oyununa gələn bütün azərkeşlərə bir dəqiqəlik qazancdan dönər alıb yanına da ayran verə bilərdi. 10 min ailəyə bir aylıq internet, 20 toyun bütün xərcləri, 130 son model iPhone, 80 tələbənin 4 illik ali təhsil haqqı. Bunların hamısını Elon cəmi bir dəqiqəlik qazancına edir. Yəni sən bu videoya baxıb məni izləyib, videonu like eləyənə kimi Elon təxminən 400 min manat qazandı.